Xoş gördük, dəyərli Azad Söz izləyiciləri. Bugün 1 dekabr 2025-ci il tarixidir. Azərbaycanda siyasi müstəvidə nələr baş verir? Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiyanın funksioneri Məmməd İbrahim Dövlət Təhlükəsizlik Xidmətində hələ də saxlanılır və bu günləri Sabah rayon məhkəməsinin qərarı ilə hər ikisinə 2 ay yarımlıq həbs qəti imkan tədbiri seçildi və onlar Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə ittiham olunurlar. Bu da dövləti zorla ələ keçirmək, konstitusion quruluşu zorla dəyişdirmə maddələridir və onları bu maddələrlə ağır ittihamlar əsasında uzunmüddətli həbs gözləyir. Əgər məhkəmə bu qərarı verərsə, maddələri bunu tələb eləyir. Cəmil Həsənli Milli Şuranın sədri bugün Dövlət Təhlükəsizlik Xidmətində dindirildi və onu sərbəst buraxdılar. Eləcə də Saleh Rüstəmli partiyanın təəssübkeşi və ifadələrində, video çıxışlarında, istintaqda olan video çıxışlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasına hər ay 25 min, 30 min Rusiyadan pul topladığını ifadə edirdi. Bu məlumatlar da Dövlət Təhlükəsizlik Xidmətində danışılıb, bu məsələ ilə bağlı dindirilib və Cəmil Həsənli bugün mediaya müsahibə verib, açıqlama verib. Təəssüf ki, mən heç birindən, nə Cəmil Həsənlidən, nə partiyanın üzvlərindən, funksionerlərindən müsahibə ala bilmirəm. Onlar mənim suallarımı cavablandırmaq istəmirlər, həmişə qaçırlar. Mən buna münasibət bildirməyəcəm. Sadəcə olaraq bu xəbəri istəyirəm ki, sizə çatdıram. Məndə və ictimaiyyətdə maraqlı olan sualları artıq 2 ildir ki, onlara ünvanlaya bilmirəm. Çünki dediyim kimi müsahibələrimdən qaçırlar. Əlqələs bu mövzu deyil. Eləcə də Ramiz Mehdiyevin oğlu, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun müavini Teymur Mehdiyev İlham Əliyevin bugünkü sərəncamı ilə işindən azad olunub. Bu da uzun deməli söz-söhbətlərdən sonra baş tutan bir hadisədir. İlham Əliyev niyə 2 aydır ki, Ramiz Mehdiyevin özünə cinayət işi açıb ev dustaqlığı etməsinə rəğmən oğlunu işdən çıxarmırdı? Kəmaləddin Heydərovla əlaqəsi nədir? Kəmaləddin Heydərovun özünü divara dirədilər. Deyə bilərsiniz ki, İlham Əliyevin ixtiyarında olan bir məsələdir nazir müavinini təyin etmək və çıxartmaq. Kəmaləddin Heydərovla nə əlaqəsi? Əliyev özü tək başına bacarmırdı bunu. Bunun da izahını, Kəmaləddin Heydərovla əlaqəsini izah edəcəm sizə. Xahiş edirəm ki, videonu sona qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Eyni zamanda İlham Əliyevin, bax bu videosunu bəlkə də siz görmüsünüz, amma indi mənim sizə təqdim edəcəyim böyüklükdə, genişlikdə və tam versiyasını inanmıram ki, çox adam görüb. Hansı ki, Milli Şuranın ilk sədri və prezidentliyə namizədi 2013-cü ildə prezidentliyə namizəd kimi təqdim olunan Rüstəm İbrahimbəyovla eyni masada araq, rumka toxuşdururdular. Onun sağlığına deməli, sağlıq deyirdi İlham Əliyev. Bu videonu sizə göstərəcəm və səbəbini də göstərəcəm, izah edəcəm ki, niyə bu videonu mən sizə göstərirəm. Bəs Dövlət Təhlükəsizlik Xidmətində AXCB sədrindən, Məmməd İbrahimdən, niyə Məmməd İbrahim ancaq həbsdə qaldı, digərləri deyil? Digərləri həbsdən, daha doğrusu həbs olunmaqdan qurtuldular, hələlik qurtuldular. Bunların içərisində deməli Faiq Əmirli, Saleh Rüstəmli və daha bir neçə nəfər var idi ki, onlar da saxlanmışdılar. Yalnız Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirmə maddəsi ilə ittiham olunan bu 2 nəfər oldu. Niyə başqaları deyil? Niyə partiyanın başqa müavinləri deyil və Məmməd İbrahim? Buna da izah gətirəcəm, fikirlərimi bölüşəcəm və bu DTX-da dindirilmələr əsasən 2012-2013-cü il üçün görsənir ki, həm Əli Kərimliyə, həm də Cəmil Həsənliyə suallar ünvanlanıb və
Rüstəm İbrahimbəyov üzərində fokuslanıbdır. Bəs bu Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı olan bu şəxs söhbətlər həm Azərbaycanın hökumət mediasında, həmçinin də ki, DTX-da verilən suallar bu idi ki, 2013-cü ildə nələr baş vermişdi? 2013-cü ildə Ramiz Mehdiyev özü də prezident administrasiyasının rəhbəri idi, qılıncının qabağı da kəsirdi, dalı da kəsirdi, İlham Əliyevə söz deyirdi, sözünü yedizdirirdi. Həmin ərəfədə və hətta 2019-cu ilə kimi, yəni 6 il müddətində də nəyə görə bu məsələ müzakirə olunmayıb, nəyə görə 2020-də, 23-də, 24-də bu məsələ müzakirə olunmayıb və həm Ramiz Mehdiyevə, həmçinin də ki, deməli, Əli Kərimli, Cəmil Həsənliyə qarşı ittihamlar irəli sürülməyib, DTX-ya çağırılıb, bu məsələ ilə bağlı dindirilməyib və sırf indi Ramiz Mehdiyevə niyə indi cinayət işi açılıb? Yəni, əgər xəbərləri izləyirsinizsə, mənim dünənki çıxışlarıma, sıravanki çıxışıma da baxmısınızsa, Əli Kərimli də, Məmməd İbrahim də, AXCB-nin funksionerləri, AXCB və Milli Şura Ramiz Mehdiyevlə işbirliyində ittiham olunub və hakimiyyəti zorla ələ keçirməyə çalışmaqda ittiham olunur. Mən mövqeyimi də bildirdim, münasibətdə bildirdim ki, siyasi məhbusdular həm Əli Kərimli, həm Məmməd İbrahim. Çünki onlar etmədikləri əməllərə görə və siyasi mövqeyinə görə təzyiqə, təqibə məruz qalıb və DTX-da hal-hazırda saxlanılırlar və onlara azadlıq tələb edirəm. Amma 2013-cü ildə baş verənlərdən bizim xəbərimiz varmı? Və bir məlumatda xatırladım. Deməli, bu günləri Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Türkiyədə müvəqqəti məskunlaşmış və qarşıdakı aylardamı, illərdəmi orada yaşamağı planlaşdırdığı görünən, ehtimal edilən Gültəkin Hacıbəyli, nəyə görə deyirəm ki, orada yaşamağı artıq planlaşdırdığı görsənir, ehtimal olunur. Çünki orada 2 illik yaşamaq hüququ aldığını sübut edən sənədləri də Facebook səhifəsində paylaşmışdı Gültəkin Hacıbəyli. O, Bakıya gətirildi, Dövlət Təhlükəsizlik Xidmətindən hal-hazırda o da sorğu-sual altında olduğu bildirilir. Gəlin Gültəkin Hacıbəyli ilə bağlı məsələyə toxunaq. Deməli, sırağa gün o özünün Facebook səhifəsində gecə saatlarında yazdı ki, bəs oğlumla evdə oturmuşduq Türkiyədə və Türkiyə əmniyyəti qapını döydü və içəri girdi və məni zorla oğlumla bərabər Türkiyə karakoluna, polis idarəsinə apardı və görsənilir ki, məni Azərbaycana deportasiya edəcəklər. Deportasiya yoxsa DTX tərəfindən götürülüb aparmadır bu. Buna aydınlıq gətirək ilk öncə. Deportasiya o şəxslərə edilir ki, yaşadığı ölkədə onlar xarici vətəndaşdır və yaşadığı ölkədə onların ya yaşama hüququ bitmiş olur, o həmin ölkədə qanunu qalmır, onun pasport vaxtı bitib və yaxud da yaşadığı ölkənin qanunlarını kobud şəkildə pozub və bu halda belə o məhkəmə qərarı ilə və yaxud da ki, müvafiq qurumun qərarı ilə deportasiya oluna bilər. Hansı ki, Gültəkin Hacıbəylinin orada 2 illik oturma icazəsi var idi, heç bir qanunu, Türkiyə qanunlarını pozmamışdı, yaşayırdı. Səhərsi gün o IELTS imtahanı var idi, o imtahanı verməyə hazırlaşırdı və burada məsələ nədir? Bu deportasiya olunurmu, yoxsa yox? Qanunla Türkiyədə deportasiya hesab olunmur bu. Deportasiyada da gərək edirsənsə, səni təyyarəyə qoyurlar və hansısa ölkəyə göndərirlər. Ən ehtimal olunan variant odur ki, onun vətəndaşı olduğu ölkəyə göndərirlər. Və 6 aylıqmı, 1 illikmi, 3 illikmi, 5 illikmi sən həmən ölkəyə, yəni məsəl üçün Türkiyədirsə, Türkiyəyə sən girə bilmirsən, ayaq bastı edə bilmirsən. İndi bu o deməkdirmi, deportasiyadırmı, yoxsa yox? Mən bunu ehtimal etmirəm. Çünki Azərbaycanda, Bakıda Dövlət Təhlükəsizlik Xidmətində bir cinayət işi açılıbdır Ramiz Mehdiyevlə bağlı və burada müxalifətçiləri də Ramiz Mehdiyevin işbirliyi adı ilə şərləyib tuturlar. Yəni Azərbaycanda, Azərbaycan tərəfindən Türkiyəyə bir sorğu göndərilir ki, bu adamı tutun və saxlayın. Və çünki Azərbaycana cinayət işi açılıbdır və biz bunu istəyirik sizdən. Və belə olan halda Azərbaycan tərəfi Türkiyəyə ehtimal olunan budur. Çünki bunu da nə DTX açıqlayıb, nə də ki, Azərbaycanın hökumət saytları bunu yazmayıblar. Türkiyəyə bir nümayəndə heyəti DTX tərəfindən ezamiyyətə göndərilir. 1, 2 ya 3 nəfər
Mən ehtimal edirəm ki, onların da biri qadın olub. Çünki qadın DTX işçisi. Çünki Gülhənin Hacıbaylı xanım olduğu üçün adətən güya da tək Azərbaycan mentalitetinə uyğun deyil, dünyanın hər yerində belə olur. Çünki üst-başın yoxlanılmasını kişiyə həvalə etmirlər. Qadın DTX işçisi ola bilər ki, göndərilib və yaxud da ki, göndərilib və təyyarəyə qoyulub, heç qolu qandallı deyil, yaxınlıqda başqa bir oturacaqda oturub həmən DTX işçisi və yaxud da 2 nəfər, 3 nəfər və Bakıya gətizdirilmə hesab olunur bu. Bu deportasiya hesab olunmur. Bu göndərmə hesab olunmur. Hansı ki, baxıram ki, deməli hökumətin saytları yazıblar ki, bəs Azərbaycanda Bakı hava limanında Gültəkin Hacıbəylini DTX üzvləri qarşılayıblar. Təbii ki, ola bilər ki, DTX üzvləri bir neçə əlavə şəxs də qarşılayıb, amma gələrkən DTX işçiləri ilə bərabər ya yanaşı qolu qandallı, inanmıram, ehtimal etmirəm ki, qolu qandallı olsun, amma yaxınlıqdakı oturacaqlarda oturublar. Bu mövzumuz deyil və ona görə də geniş təfərrüat vermək istəmirəm. Sadəcə Azərbaycan mediasında bu məsələləri gördüm deyə izah verməyə özümə borc bildim. Gələk ekranda görülən şəkilə. Deməli, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Cəmil Həsənli dindirilib və o çıxdıqdan sonra və onu niyə həbsdən, daha doğrusu buraxıblar, o da mənə məlum deyil. Çox güman ki, bilmirəm, yaşına görəmi buraxıblar, çünki Milli Şura hakimiyyəti zorla ələ keçirməyə çalışırdısa, Ramiz Mehdiyevlə bu əlaqəli idisə, Milli Şuranın sədri Cəmil Həsənlidir. Ola bilər yaşına görəmi, ola bilər, bilmirəm, bəlkə istintaqla hər hansı xoşuna gələn sualları cavablandırdığına görə, çünki Cəmil bəy həmişə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətindən zaman-zaman onlara belə deyim də açıq olub. Nəyə görə deyirəm? Çünki onun müsahibələrində bir-iki şeyi mən gördüm. Məsəl üçün, dövlətin təhlükəsizliyi ilə bağlı olan məsələlərdə müsahibələrinin birində mənə də bildirmişdi ki, bir nəfər güya Türkiyə vətəndaşı gəlib ona Azərbaycanda Əliyev rejimini dəyişmək istəyirik, sizə kömək eləmək istəyirik. Türkiyədə generallar var və bu generallar sizə dəstək vermək istəyir. Cəmil Həsənli o zaman deputat vaxtı idi. O vaxt deməli müsahibəsində mənə də açıqlamasında YouTube-da bizim kanalımızda da var. Bildiribdi ki, bəs mənə qarşı təxribat olduğunu düşündüm və Azərbaycanda siyasi qüvvələrin və heç o zaman da əslində sırf müxalifət hesab olunmurdu. Sadəcə olaraq deputat idi. 2006-cı, 7-ci illərdimi, neçənci illərdirsə bildirir ki, mən bu məlumatı Dövlət Təhlükəsizlik Xidməti, o vaxtda MTN idi. MTN-ə bildirdim ki, mənə bir Türkiyə vətəndaşı yaxınlaşıb və mənə belə təkliflər eləyir və mən də bunu sizə dedim ki, siz də biləsiniz bu kimdir. Yəni bu açıqlamanı Cəmil bəy özü vermişdi deyə mən indi bu versiyanı səsləndirirəm ki, ola bilər ki, Cəmil bəy həqiqətən də istintaqla saf olub, təmiz olub və yəni bildiyi nə varsa onu deyib, nə isə gizlətməyib və ona görə də Cəmil Həsənlini buraxıblar. Bəs nəyə görə Əli Kərimlini saxlayıblar? Bu da ayrı bir məsələdir. Təbii ki, burada ən əsas səbəb odur ki, o Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideridir. İlham Əliyev Azərbaycanın müxalifəti tamamilə boğmaq istəyir, partiyanın rəhbərini ələ almaq istəyir. İndi qarşıdakı 2 ay müddətində dediyim kimi Sabah rayon məhkəməsində ona 2 aylıq həbs qəti imkan tədbiri seçilib və 2 ay müddətində onu sındırmağa çalışacaq. Görək nə olacaq. Və yaxud sındırmaq o demək deyil ki, yəni Əli Kərimli bayrağı götürəcək Rauf Arifoğlu və yaxud da ki, nə bilim, Razi Nurullayev və yaxud da başqa dırnaqarası kukla rəhbərlər, keçmiş partiya rəhbərləri, keçmiş müxalifətçilər kimi Fazıl Qəzənfəroğlu və sairələri kimi, hansı ki, Əli Kərimlinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının vaxtı ilə müavinləri olublar. Onlar kimi kukla müxalifət olacaq. Yox, bu o deyil. Yəni, o ehtimal da var. İlham Əliyev onu da nəzərə alıb ki, birinci bunu belə sındırın. Bunu sınmasa, onu sındırmağa çalışın, bizlə əməkdaşlığa getsin, gizli əməkdaşlığa. Yəni, olsun məsəl üçün real sədri İlqar Məmmədov və yaxud da ki, Müsavat sədri İsa Qəmbər ya Arif Hacılı, yəni biraz mülayimləşsin və yaxud da ikinci deməli həbs qəti imkan tədbirində
Yəni artıq ona ev dustaqlığı verilsin. O da baxacaq İlham Əliyev ki, dünya mediasını İlham Əliyev çox da vecinə almır. Dünyada qərb dövlətlərinin Əliyevə təzyiqi, yəni buna da baxacaq. Ondan sonra da ev dustaqlığına buraxar. Ev dustaqlığına buraxdıqdan sonra da Qubad İbadoğlu kimi yəni məcbur olacaq internetə çıxmasın. Yəni ki, müsahibə verməsin. Onsuz da Əli Kərimli bildirirdi ki, onun internetə çıxışı yoxdur. Sadəcə video müsahibələr yazılır və arada o video çıxışlar eləyir özünün partiyasından media qanadına. Amma ona ev dustaqlığı verilmiş olsa, ev dustaqlığının şərtlərindən biri də həm də odur ki, sən mediaya çıxış edə bilmərsən, mediaya müsahibələr verə bilmərsən, açıqlamalar verə bilmərsən. İstənilən halda açıqlama verdiyin zaman sənə qarşı olan bu ittihamları da səsləndirməlisən. Bu isə tamamilə qadağandır. Məhz həm də bu səbəbdən ADR rəhbəri Qubad İbadoğlu da mediaya çıxmır, ümumiyyətlə insan içərisinə çıxmır. Yəni bir variant da odur ki, Azərbaycan hakimiyyəti Əli Kərimlini Qubad İbadoğlu kimi ümumiyyətlə ictimaiyyət qarşısına çıxmağa qadağan etməkdir. Bunu da planlaşdırır. O da olmasa həbsxanada yəni ona hökm verəcəklər və 5 ilmi, 10 ilmi, 15 ilmi onun ittiham olunduğu maddə çox ağırdır. Özdə bu tək başına bir cinayət hesab olunmur. Cinayət sözündə əlbəttə ki, dırnaqarası deyirəm. Əli Kərimli bu məsələdə heç bir cinayət törətməyibdir. Buna mən də əminəm, buna məni izləyənlər də, Azərbaycan xalqı da əmindir. Hökumətin yaltaq saytlarının, televiziyalarının yazdıqlarına, danışdıqlarına da onsuz da heç kəs inanmır. Lakin fakt odur ki, bu maddəni ona irəli sürüblər və mütəşəkkil dəstə tərəfindən hesab olunur. Çünki Ramiz Mehdiyev, Əli Kərimli, Məmməd İbrahim və hətta deyirlər bir 50 adam var, hansı ki Ramiz Mehdiyev güya 50 nəfər vasitəsilə yəni bu mütəşəkkil dəstə tərəfindən Azərbaycan hakimiyyətini ələ keçirəcəkmiş. Ekranda gördüyünüz deməli şəkil, qaydaq bir daha. Deməli Rüstəm İbrahimbəyov 2013-cü ildə Milli Şuranın və müxalifətin vahid namizədi olub, prezidentliyə vahid namizədi olub İlham Əliyevin əleyhində. Əlbəttə ki, mən bunu son illərdə 1-2 video çıxışımda qınamışam. Daha doğrusu, niyə 1-2 il əvvəl 2013-cü ildə deyil? Siz məni 2013-cü ildə tanımırdınız. Mən 2013-cü ildə, bəli, Cəmil Həsənlinin müdafiəsi ilə məşğul olan, Azərbaycanda hətta onun plakatlarını yapışdıran, təbliğatını aparan şəxslərdən biri olmuşam. Şəkillərim də var. Facebook profilimin 2013-cü ilinə baxsanız görərsiniz. Cəmil Həsənli ilə Bakıda çıxış, yəni şəkillərim də var. Onun plakatlarının yapışdırılması, mitinqlərdə iştirak, Cəmil Həsənlinin seçki təbliğatını aparmaq və s. də var. Rüstəm İbrahimbəyovda heç bir iştirak etməmişəm. Mən sadəcə olaraq o vaxtı sadəcə bir dəstəkləyən və siyasi arenaya yenidən qayıtmış, amma siyasi arenada əsas fiqur olmayan şəxslərdən biri idim. Açığını da demək lazımdırsa, siyasi analizləri etmə qabiliyyətim o qədər də çox deyil idi. Və hələ nəyin necə baş verdiyini də tam əmin deyildim. Amma illər keçdikdən sonra anladım və bunu bir-iki dəfə də səsləndirdim Azad Söz kanalı vasitəsilə ki, Rüstəm İbrahimbəyov niyə müxalifətin lideri olmalıdır? Bu axı kimdir? Rusiya vətəndaşı niyə Azərbaycanda müxalifətin lideri olmalıdır? Putinin yaxınlığı ilə, İlham Əliyevlə yaxınlığı ilə tanınan bu şəxs niyə müxalifətin lideri olmalıdır? Bunu kim atıb ortaya? Niyə müxalifətin içərisində bir nəfər yox idimi? Ona kompromisə gedilsin və ona güzəşt edilsin. Hətta içlərindən gənc olsun, orta yaşlı olsun, bir fiqur olsun və bütün siyasi qüvvələrini onu dəstəkləsin və yaxud da Müsavat cəhbəsinin namizədinə güzəşt etmiş olsun, cəhbə Müsavatın namizədinə güzəşt etmiş olsun. Niyə Rüstəm İbrahimbəyov? Məyər Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olmasını və Rusiyaya bağlı adam olmasını, Rusiyadan himayə olunmasını biz bilmirdik.
Bu uzun illərdir, ömrü boyu Rusiyada yaşamış adamdır. Bunun Azərbaycanla nə əlaqəsi var? Hə, bu sualdır. Bu sualdır. Bu sualdır, amma gecikmiş sualdır. Həm mən tərəfindən verilən gecikmiş sualdır, həm ümumiyyətlə ictimaiyyət tərəfindən və müxalifət tərəfindən verilən gecikmiş sualdır və DTX və Azərbaycan dövləti hökuməti tərəfindən verilən gecikmiş sualdır. DTX niyə bunu indi araşdırır? Hə? Bir ehtimal var. O vaxt Rüstəm İbrahimbəyov və yəni mən bunu əvvəlki video çıxışlarımda demişəm. Putin 2012-2013-cü ildə İlham Əliyevə biraz təzyiq edirdi. Əliyev artıq 10 ilini, 2 prezidentlik dövrünü bitirmişdi. Rusiya İlham Əliyevdən hər il milyardlarla həm nağd, həm də başqa vasitələrlə Rusiyanın müəyyən mallarını, lazımsız mallarını, onların içərisində sınıq-salxaq silahlar da var, lazım olmayan raketlər də var. Hansı ki, hər dəfə bu silahları almaq 3 milyard, 5 milyard Azərbaycan büdcəsinə ziyan vururdu. Əliyevi yüklüyürdü Putin. Bəlkə də İlham Əliyev hansısa bəzi şeylərdə Putinin marağına xidmət etmirdi və ortaya Rüstəm İbrahimbəyovu çıxartdı. Yəni və yaxud da ki, ona gizli dəstək verdi. Bu da ola bilərdi. Yəni bu niyə Rüstəm İbrahimbəyov? İlham Əliyev dirəşdi, Rüstəm İbrahimbəyovun namizədliyini qəbul etdirmədi. Dedi, o başqa ölkənin vətəndaşıdır və artıq Rüstəm İbrahimbəyovsuz və o Rusiyada deyirlər hansısa, yəni Azərbaycanlılar, pullu Azərbaycanlılar Rüstəm İbrahimbəyova dəstək verəcəkmiş və Azərbaycan müxalifətinə, Milli Şuraya dəstək verib və Əliyevə qarşı fəaliyyətdə ona dəstək olacaqmış kimi, yəni xəbərlər də var və bunu da biz görmüşük. Yəni konkret üzərindən keçilməyən və sual var ki, niyə Rüstəm İbrahimbəyova Azərbaycan müxalifəti razılıq verdi, bunun üstündə getdi, bunun üstündə dayandı, niyə boyu nə idi? Bəziləri deyir, mən baxıram ki, yəni Cəmil Həsənlinin özünün də açıqlamasında və sairələr bu arqumenti səsləndirə bilər ki, o dünya şöhrətli rejissordur, tanınmış bir şəxsdir. Nə olsun? Nə olsun ki, yəni bunun əhəmiyyəti var. Azərbaycanda o qədər Rüstəm İbrahimbəyovdan daha məşhur adamlar var. İndi onlar gəlib desəydi ki, mən də sizə qoşuluram, mənim namizədliyimi dəstəkləyin, dəstəkləməliydik. İndi lap gəlsə çıxsa ortaya çıxsa dəstəkləməliyik. Hə? Bu hansı yuvanın quşu olduğunu biz bilmirik. Bunun arxasında kimlər var? Hə? Xüsusilə də Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyov və yəni Rüstəm İbrahimbəyovla əlaqələndirirlər. Cəməl Həsənli bildirib ki, bu şəkli hökumət saytları yayırlar, ekranda gördüyünüz şəkil və bu şəkil 2013-cü ildə çəkilməyib, 2014-də də çəkilməyib, 2016-da səhv etmirəmsə bildirir ki, çəkilibdir. Rüstəm İbrahimbəyovun səhv etmirəmsə qardaşının Bakıda yas mərasimi olur, ondan sonra onlar görüşürlər, həm Əli Kərimli, həm də Cəmil Həsənli birgə bu foto ərsəyə gəlibdir. Və əziz həmvətənlər, mən çox bu məsələnin üzərində dayanmaq istəmirəm, amma Dövlət Təhlükəsizlik Xidməti görsənir ki, orada Ramiz Mehdiyev işi ilə bağlı dindirdiyi müxalifətçiləri məhz 2013-cü illə bağlı sorğu-sual edirlər. Və mən indi nəyə görə Salih Rüstəmli də tutmuşdular, sonra buraxdılar. Deməli, Salih Rüstəmli bundan əvvəl siyasi məhbus olmuşdu və nəyə görə deyirəm siyasi məhbus? Siyasi məhbus olması, şəllənib tutulması başqa bir şeydir. Amma bəzi məsələlər var ki, o istintaq dövründə deyəsən gizlimi çəkilib və yaxud da kameranın oyun qoyulub və özü də görürdü ki, bu kamera onu çəkir. Polis idarəsindəmi, Dövlət Təhlükəsizlik Xidmətindəmi, ya banditlərdəmi dindirilən zaman ifadə verib bildirir ki, mən hər ay Rusiyadan topladığım 25 min, 30 min dollar pulu Əli Kərimliyə göndərirdim və o da yəni siyasi məhbuslara, ya kimlərəsə paylayırdı. Bu puldan Avropada bir AXCP-yə məxsus olan bir kanalın sahibinə 2500-3000 dollar hər ay göndərilirdi və Əli Kərimli də WhatsApp-da mənə cavab yazırdı ki, bəy çatdı, təşəkkür edirəm. Deməli bildirilir ki, bu ifadələri Salih Rüstəmli istintaq altında
daha doğrusu təzyiq və işgəncə altında deyib. Mən onun sözlərinə inanıram. İşgəncə orada verə bilərlər, düzdür, sifətində, sifətində işgəncə izləri görsənmirdi həmən videoda. Mən bu videonu burada ekranda göstərmək istəmirəm, çünki hökumət bu videonu çəkib və hökumət öz propagandası və öz niyyətləri üçün bunu paylaşıbdırsa, mən etik hesab etmirəm ki, onu burada Acasus kanalında göstərəm. Amma bunlar yəni faktdır ki, Saleh Rüstəmli bu sözləri deyib ki, mən AXCB sədrinə 25-30 min ayda pul göndərirdim Rusiyadan. Yəni bu məsələyə çox varmaq, dalmaq istəmirəm ki, Rusiyada ayda 30 min toplamaq mümkündürmü? Yəni biz cırırıq boğazımızı, yalvarırıq, bu böyüklükdə kanal ki, yəni dünyanın hər yerindən ayda 3000, 5000 avro bizə pul göndərin ki, biz kanalı elə bir səviyyəyə gətirək ki, burada təkcə Tural Sadıqlı danışmasın. Burada professional verilişlər hazırlayaq. Biz bunu heç ayda 1000 avrosunu, heç ayda 500 avrosunu biz toplaya bilmirik. Yəni bizə göndərmirlər. Bu necə oldu? Yəni perspektivlikmi var? Yəni Rusiyada yaşayan Azərbaycanlılar görürdü ki, Milli Şura və yaxud da AXCB hakimiyyəti bu dəqiqə dəyişir və hakimiyyəti çevirəcəkmi? Yəni o 30 min əgər deyilənlər doğrudursa, 30 min pulu toplamaq cəfəngiyatdır. Yəni bazarlardan toplamaq cəfəngiyatdır. Doğrudursa o pul hardansa gəlib. Amma doğru olmadığını bildirirlər və bildirilir ki, işgəncə altında o ifadələri verib və Cəmil Həsənli bugün müsahibəsində bildirir ki, bəs Saleh Rüstəmli DTX-da onunla görüşüb və ona deyib ki, mən burada DTX-da əvvəl verdiyim ifadəni təkzib etdim, dedim ki, onu işgəncə altında alıblar məndən. Amma yenə də azadlığa çıxdı, yəni onu tutmadılar. Nələr baş verir mən bilmirəm. Mən yəni elə şeylər var ki, çox da çılpaqlığı ilə sizinlə danışmaq istəmirəm ki, yəni hər şeydən, çox şeydən daha doğrusu ilgilənəsiniz, amma mənim də bəyənmədiyim proseslər olub və nəysə, bunu kənara qoyuram mən. Danışmaq istəmirəm də. Və əslində dəyərli izləyicilər, mən bu mövzunu çox da danışmaq istəməzdim. Heç buna vaxt ayırmaq, videoda sərf etmək istəmirəm, amma görürəm ki, həm izləyicilər tərəfindən anlaşılmazlıqlar olur, həm hökumət yalan xəbərlər yayırlar. Yəni sanki elə xəbəri yayırlar ki, hə, Əli Kərimli, Cəmil Həsənli, ya Gültəkin Hacıbəyli, Ramiz Mehdiyevə hal-hazırda qoşulub və hakimiyyəti devirəcəkmiş. Bu Ramiz Mehdiyevin hakimiyyəti devirəcəkmiş plan söhbəti ortaya çıxması da DTX açıqlamır ki, hakimiyyəti 2025-də mi devirəcəkmiş, bu planı itəcəmi varmış, bu planı 2022-də mi varmış, 2019-da vəzifədən azad olunanda mı varmış, yoxsa 2013-də məhz o İlham Əliyevə qarşı bir yaranmış Milli Şura və onun ətrafında olan görünən və yaxud da görünməyən yəni qüvvələrin hakimiyyəti devirmək planı varmış. Ramiz Mehdiyev o vaxtı yəni buna gizli başçılıq eləyibdi. Əgər belə olubdusa 2013-də, üzərindən görün neçə il keçib, 12 il keçibdi. Azərbaycanın Milli Təhlükəsizlik Naziri harda ölmüşdü, bunu bilmirdi. Hə? Deyək Milli Təhlükəsizlik Naziri, keçmiş Milli Təhlükəsizlik Naziri, nədir o Quldur Banditin adı, MT-nin keçmiş naziri. O bandit olubdu, başı adam oğurluqlarına qarışmışdı. Yaxşı 2019-dan sonra axı o 2017-də daha doğrusu, yoxsa 2015-də, 15-də mi, 16-da mı o Eldar Mahmudov getdi? Adı hə, Eldar Mahmudov. O getdikdən sonra axı gəlibdi Mədət Quliyev, ondan sonra gəlib Əli Nağıyev. 2025-nə kimi Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri, Əli Nağıyev, bunlar əlləri armud toplayırdı, yoxsa bilərəkdən göz yumurdu deməli Ramiz Mehdiyevin işinə? Hə? O zaman istefa versinlər ki, bu işi bacarmayıblar. Amma dəyərli dostlar, hər bir halda bu şoudur. Yəni dövlət çevrilişi deyilən bir şey yoxdur, olmayıbdır və Ramiz Mehdiyevdə belə də demək mümkündür ki, son o nəfəsini 87 yaşında nəfəsini sonunu verərkən
İlham Əliyevə son xidmətini eləyir və də müxalifətçiləri tutdurur. Ola bilər Ramiz Mehdiyev, məsələ belədir. Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinə ifadə verib. Çünki yəni bunlar elə bir şeydir ki, istədikləri adamı onsuz da şərləyib tuturlar. Nə desə şərləyə bilərlər, səbəbsiz belə. Amma hər bir halda hər şərləməni də nəyəsə bir hüquqi əsasa söykəndirməyə çalışırlar. Məsəl üçün demirlər ki, Əli Kərimlinin evinə məktub qoyublar Ramiz Mehdiyevin güya çevriliş məktubunu. Bu da bir əsasdır. Bu da bir əsasdır, dırnaqar əsasdır, amma əsasda özlərində bunları əsas hesab edirlər. Ola bilər ki, ona görə mən deyirəm, ola bilər ki, Ramiz Mehdiyev ifadə verib, yəni bir adamı tutmaq üçün əvvəlkinin ifadəsi lazımdır. Ola bilər Ramiz Mehdiyev ifadə verib, o DTX tərəfindən dindirilib və bildirib ki, mən yəni bu işdə, güya çevriliş işində Əli Kərimlini və yaxud da ki, deyək, Gültəkin Hacıbəylini qabağa vermişdim. Ola bilər ki, bildirir ki, mən birbaşa Əli Kərimlə danışmamışam. O ifadəsində ola bilər belə yazıb ki, DTX tərəfindən tutulan Əli Kərimlinin müşaviri Məmməd İbrahim vasitəsilə xəbərləri göndərirdim və yaxud da təlimatı göndərirdim və yaxud da aramızda söhbət baş tuturdu, məktub aparma, məktub gətirmə və ona görə də Məmməd İbrahimi tutublar və Məmməd İbrahimlə bərabər Əli Kərimlə tutublar. Ola bilər Ramiz Mehdiyev həmçinin Gültəkin Hacıbəylinin adını çəkir və ola bilər ki, Əli Kərimli və Məmməd İbrahim nəsə Gültəkin Hacıbəylinin adını çəkir. Çünki biz bilmirik, adını çəkib demir ki, Gültəkin Hacıbəyli bizlə hakimiyyəti çevirəcəkdir. Məsəl üçün, Dövlət Təhlükəsizlik Xidməti Əli Kərimlidən soruşur ki, 2013-cü ildə siz və filankəslə görüşünüz olmuşdu. Orada başqa kim olmuşdu? Bu da düşünür ki, bu normal bir görüşdür də, bu hakimiyyəti çevirmək və yaxud da cinayət deyil. Və burada Gültəkin Hacıbəyli də bizlə bərabər idi. Hə, tamam. Əli Kərimlinin cinayət hesab olunmayan söhbəti də adı keçən Gültəkin Hacıbəylini artıq istintaqa cəlb eləyirlər. Və bildirirlər ki, burada Əli Kərimlimi və yaxud da ki, Məmməd İbrahimmi və yaxud da kimsə, və yaxud da ola bilər Ramiz Mehdiyevin ifadəsində Gültəkin Hacıbəylinin adı keçibdir. Türkiyəyə bildirir, Gültəkin Hacıbəylini saxlatdırırlar orada və o Bakıda istintaqa cəlb olunmalı deyə istintaqa gətirirlər. Ola bilər Gültəkin Hacıbəylinin də istintaqda nəsə deyəcək, kiminsə adını çəkəcək. Adını çəkməyəcək ki, bu cinayətkardır və yaxud da mənlə bərabər cinayət törətmişdi. Nəsə DTX müstəntiqi soruşacaq ki, Gültəkin xanım, siz 2015-ci ildə filan kafeyə getmişdiniz. Filan kafedə filan kəslə görüşdünüz və yaxud da filan tədbirdə filan kəslə. Başqa kimlər var idi? Gültəkin Hacıbəyli deyəcək ki, bu cinayət deyildi. Hə, bilmirəm DTX bunu məndən niyə soruşur? Amma cavab verim. Orada məsəl üçün Həsən Məmməd adında bir adam da var idi. Hə, Həsən Məmmədi tutub gətirəcəklər. Deyəcəklər ki, Gültəkin Hacıbəylinin ifadəsində sənin adın keçir. Başa düşürsüz? Yəni ortada cinayət yoxdur. Sadəcə olaraq adamları tutmaq üçün əsas axtarırlar. Əsasda əvvəlki tutulanların ifadələri. İzah edə bildimmi dəyərli həmvətənlər? Bəli. Görək indi arxasınca kimlər gələcək və deməli hal-hazırda Gültəkin Hacıbəyli bu gün 1 dekabr tarixinə əsasən Dövlət Təhlükəsizlik Xidmətindədir və həmçinin Məmməd İbrahim, yəni Azərbaycan Xalq Cəbhəsi partiyasında elə bir şəxsdir ki, yəni mən də bilirəm, bunun da çoxları da bilir ki, Əli Kərimlinin sağ əlidir. Yəni Əli Kərimlinin müavinindən deyək ki, Fuad Qəhrəmanlı və yaxud da Seymur Həzi müavinidir də AXCB-də ikinci bir şəxs kimdir? Seymur Həzidir. Seymur Həzidən daha yaxındır Məmməd İbrahim Əli Kərimliyə. Əli Kərimli elə şeylər var ki, Seymur Həzi ilə onu bölüşməz. Amma Məmməd İbrahimlə bölüşər. Çünki o daha bir-birindən sirləri və çoxdur və çox da yaxındır. Yəni sirli işlərini, demirəm, sirli işlər cinayətdir. Sadəcə Azərbaycanda siyasi müstəvi elədir ki, o qədər şeylər var ki, yəni sirlərin olmalıdır. Yəni gizli tutmalısan bunu. Baxmayaraq biz xaricdə yaşayırıq.
Yəni bizə əlləri çatmır. Mənim də o qədər sirli işlərim var ki, yəni öz gizlətdiyim, fəaliyyətinə harda olduğumu, nə bilim, gizli tutduğum, təhlükəsizlik və sairələr baxımından gizli saxladığım o qədər şeylər var. Bu o demək deyil ki, mən gizli tutduqlarım cinayətdir. Xeyr. Əli Kərimlinin də gizli tutduqları o qədər şeylər var ki, cinayət olmayan gizli tutduqları, onu başqaları ilə deyil, Məmməd İbrahimlə yəni bölüşürdü. Yəni bunu cəbhəçilər daha yaxşı bilir, mən də çox yaxşı bilirəm. Buna mən heç vaxt toxunmamışam. Sadəcə bilirəm bunu mən. DTX Azərbaycan hökuməti Məmməd İbrahimi də tutması məhz həm də buna görədir. Dəyərli dostlar, deməli Ramiz Mehdiyevin deməli oğlu Teymur Mehdiyev bu gün 1 dekabrda İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar naziri Kemaləddin Heydərovun müavini vəzifəsindən azad olundu. Niyə indi? Niyə indi? 2 ay idi ki, Ramiz Mehdiyevə qarşı cinayət işi açılıb. Bütün günü saytlar, hökumətin mediaları döşüyürlər Ramiz Mehdiyevin əleyhində və son zamanlar tələb olunanlardan da biri idi ki, hökumətin saytları tərəfindən bu çıxışları yayırdılar. Bəs Ramiz Mehdiyevin oğlu da Fövqəladə Hallar Nazirinin müavinidir, niyə orada qalır? O da cinayətkardır və s. bu çıxışları edirdilər. Amma İlham Əliyev və hökumət tərəfindən heç bir şey edilmirdi. O vəzifəsindən azad edilmirdi və son zamanlar Kemaləddin Heydərova qarşı Azərbaycan mediasında, hətta bəzən deputatlar tərəfindən də dilə gətirilirdi, təzyiq göstərilirdi. Kemaləddin Heydərovun adını bir neçə şeydə hallandırırdılar. Fövqəladə Hallar Nazirliyində belə şey oldu, elə oldu, növbəti əxlaqsızlıq və s. Bunu TV müsavatlar, hökumətin saytları və s.lərdə paylaşmağa başladı. Görsənir ki, Kemaləddin Heydərova təzyiq göstərilirdi ki, məhz müavinini azad olunması istiqamətində iş görsün. Sual olunur ki, axı burada Kemaləddin Heydərovluq bir iş yoxdur. İstəsə İlham Əliyev onu vəzifədən azad edir. Yəni nazirin müavini. Nazir müavinini prezident azad edə bilər, prezident nazir müavinini təyin edə bilər. Qanunla budur. Amma bu təkcə İlham Əliyevin, prezidentin bir sərəncamı ilə olmur. Dediyimiz kimi, ölkədə qanunlar düzdür işləmir, hər şey İlham Əliyevin dilindədir, amma prosedurlar var, başa düşürsünüz. Bu prosedurlardan da biri, məsəl üçün, Fövqəladə Hallar Nazirinin özü tərəfindən təqdimat yazıla bilər, özünün müavinini azad olunması və yaxud da bu işə kimsə gətirmə barədə təqdimat göstərə bilər İlham Əliyevə, prezidentə. 2 isə rəy verə bilər ki, bu pisdir, bunu çıxartmaq tövsiyə olunur, mənim rəyim budur və yaxud da ki, yəni bu nazir müavini təyin olunmağa layiqli şəxsdir. Yəni 2 halda həm təqdimat, həm də rəy əsasdır bunlar, önəmlidir və nazir adətən nazir müavini vəzifədən azad edilməsi üçün əsaslandırılmış təkliflə ölkə başçısına müraciət edir, prezident administrasiyasına müraciət göndərir. Yəni nazir müavininin işində yol verdiyi nöqsanlar, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. təqdimatda prezidentə bildirilir və bu təqdimat əsasında İlham Əliyev də, prezident də onu işdən azad edir. Və yaxud da rəy bildirir ki, nazir müavininin fəaliyyəti barədə ən yaxşı məlumatlı şəxs kimi nazir məlumat bildirir. Və görsənir ki, nazir Fövqəladə Hallar naziri Kemaləddin Heydərov İlham Əliyevə rəy bildiribdi, nazir müavini barəsində pis rəy veribdi və eyni zamanda təqdimat ünvanlayıbdı və ondan sonra da İlham Əliyev o təqdimat əsasında onu işdən çıxardır. Çünki bilirsiniz, nazirdir. Azdan çoxdan Kemaləddinin bu sahədə bir hörməti var. Yəni bu sahədə Fövqəladə Hallar sahəsində İlham Əliyevin yanında biraz hörməti var və hələlik də özünü vurmur. Və ondan gözləyirdi ki, Kemaləddin Heydərov Teymur Mehdiyevi barəsində mənfi rəy versin. Görsənir ki, Kemaləddin Heydərov mənfi rəy verib və prezident administrasiyasına təqdimat göndərib. Teymur Mehdiyevin işdən azad olunması ilə bağlı. İlham Əliyev də bu təqdimatı və rəyi nəzərə alıb və sərəncam imzalayıb ki, Teymur Mehdiyev işindən azad olunsun. Sənin bu xəbəri də sizə deyəm, buna aydınlıq gətirək və sonuncu məsələ barəsində
bildirim və ondan sonra da bu verilişimizi də sonlandıram. Dəyərli dostlar, qeyd etdiyim kimi, hər bir halda həm Əli Kərimli, həm Məmməd İbrahim və sair cəbhəçilər siyasi məhbus hesab olunurlar. Onlar şərlənib tutulublar. Onlar cinayət əməlinə görə tutulmayıblar və çox təəssüf ki, bu hala gəldi çıxdı və gələcəkdi də, bu gözlənilən idi. Mən bunu 2 il əvvəldən görmüşdüm və çağırışlar da etmişdim ki, bütün müxalif, müstəqil siyasi qüvvələr birləşməli və gücü mərkəzi siyasi qüvvələrin mərkəzini xaricə, ölkə hüdudlarından kənara çıxartmaq lazımdır. Və bu halda Azərbaycanda ki, siyasi qüvvələri təzyiqdən və o həbslərdən həm də biz azada bilərdik, həmçinin də bu xaricdəki güclər güclənə bilərdi. Azərbaycan xalqı da, dünya ictimaiyyəti də anlamış olardı ki, Azərbaycanda artıq İlham Əliyev siyasi qüvvə saxlamayıbdır. Bu artıq diktaturadır və mühacirət. Mən nəyə görə 2 il əvvəldən mühacirət hökuməti, mühacir qüvvələr və sairlər, Azərbaycan Xalq Parlamenti, bu bir başlıqlar, adlar altında birliyin yaradılmasının tərəfdarı idim. Bax, buydu. Artıq indi belə bu təşəbbüslə kimlərsə çıxış eləsə və birlik yaransa, elə bil ki, 2 il gecikmiş olacaq. İndi də yaranmasa, ümumiyyətlə də heç bir şey. Mən gördüyünüz, bildiyiniz kimi təxminən 1 ildir ki, siyasi qüvvələrin siyasi hərəkətlərini, fəaliyyətlərini qiymətləndirmə etmirəm də. Bundan sonra da etmək fikrində də deyiləm. Sadəcə izləyicilərə nələr baş verir, onları izah etməyə çalışdım. Təşəkkür edirəm, xahiş edirəm ki, sonda videonu bəyənməmisinizsə bir dəfə bəyənmə düyməsini basın, daha çox insan izləsin, gerçəklərə çox adam qulaq assın. Salamat qalın. Yadımdan çıxdı, dəyərli dostlar, yadımdan çıxdı, çıxışdan ayrılmayın. Buna baxın. İlham Əliyev Rüstəm İbrahimbəyovla. O Rüstəm İbrahimbəyov. Встречи с Рустамом Алимом создали у меня впечатление, что я вообще забыл, что он выдающийся деятель искусства. Mes contacts rares avec M. Ibrahim Bekov ont contribué au fait que j'ai oublié que c'est une grande personne, que c'est un grand écrivain. Mehriban Əliyeva da yanındadır, dəyərli dostlar, və gördüyünüz kimi tərifləyir. Və bu ayrı bir söhbətdir ki, bəs deyirlər İlham Əliyev fransız dilində bilir. Fransız dilinə tərcümə eləyir. Yəni fransızlar üçün, hansısa yəqin mediadır, kimdir Fransa mediası üçün tərcümə eləyir. Necə fransız dili bilir ki, elə fransız dilinə birbaşa demir. Bu da yalanmış ki, İlham Əliyev fransız dilini bilir. Видит больше и видит лучше, чем мы. Mais qui, à l'opposé de nous autres, voit plus et voit mieux que nous. И только это отличает его Et c'est seulement ça qui le distingue de nous autres. отличает от нас, жителей города Баку, которые мы все, в принципе, думаем, что мы все одинаковые. C'est ça qui, en fait, qui pense que nous sommes... Называется талант. Et cette différence qui existe entre M. Ibrahim Bekov et les autres Azéris, ça s'appelle le talent. Я 10 лет назад, 20 лет назад, всегда, даже когда я его не знал, я гордился тем, что Рустам Ибрагимбеков такой же азербайджанец, как и я. Il y a 10 ans, Я имел удовольствие его узнать лично. Мои чувства еще уже улетели в небеса. et je suis au nuage. Я хочу выпить этот тост за человека, который такой же, как мы, Et donc, je porte ce toast, но за выдающегося человека. mais celui qui est Выдающийся. Вот я показал, не надо переводить. plus grand que Рустам, за ваше здоровье. Браво! Bax, Rüstəm İbrahimbəyov, bu kimdir? Bunu siz niyə gətirib prezidentliyə namizəd edirsiniz? Bu sualdır.
Nə olsun dünya şöhrətli ya kimsə deyirlər. Nə dünya şöhrətli? Dünyada kim get bir dənə kimdənsə soruş dünya şöhrətli Rüstəm İbrahimbəy mi tanıyırlar? Bir iki dənə medal alıbsa o demək deyil ki, bu Azərbaycan xalqının sən yəni gözləntisini qəbul elə. Təəssüf, bir daha bunu danışmağa ehtiyac yoxdur. Amma yəni bu adam bilinirdi ki, kimdir. Ha indi var. Hardadır Rüstəm İbrahimbəyov? Harda idi daha doğrusu? İllərdir harda olub? Hə? İllərdir harda olub? 2013-dən sonra hara yoxa çıxdı? Nəysə. Salamat qalın. Azad söz izləyin. Gerçəklər burada danışılır.